Hə, köhnələr. Deyirəm ki, istəyirəm sizə bir olay haqqında məlumat verim, danışım. Onu da deyim sizə ki, bu olay həm belə gülməli, məzəlidir, həm də ki, ağlamalı. Həmən bu olay mənim hansısa bir işlədiyim bir yerlərində, iş yerlərimdə baş verib. Yəni onu deyim ki, bir istehsalat idi. Yəni ki, böyük bir istehsalat. Orada da çox saylı işçilər var. Cürəbəcür fəhlələr, nə bilim rəislər, həmçindəki müxtəlif yaşlarda. Başa düşdünüz də, yəni belə bir istehsalat idi. Yəqin ki, çoxlarınız yəni bilirsiniz də, özünüz də dəfələrlə bununla rastlaşmısınız ki, bu cür iş kollektivlərində həmişə kimlərsə olur, hansı ki nəsə satırlar. Nə bilim, ətir satanlar var, cürəbəcür təbabət satanlar, parfümeriya, başa düşdünüz də, yəni əlavə belə loru dildə desə çaxçuq eləyirlər. Başa düşdünüz də nə demək istəyirəm. Günlərin bir günü hələ nahardan sonra fikir veririk ki, bir neçə həmən o yerin işçiləri belə birtəhər belə loru dildə desə hələ bilir ki, vücuda gəliblər də. Başa düşdünüz? Yəni bax belə sifətləri qızarıb, nəbzləri tezləşib, yəni tam şəkildə belə çox belə bir podozrительni gördülər. Sən demə, bunlar orada bir nəfər var idi, hansı ki bilirsiniz nə satırdı, o dini dükanlarda olur ya, ora məxsus olan belə təbabət usullu cürəbəcür məhsullar, məsələn, keçi buynuzu, nə bilim, başa düşdünüz də mənə, o diş təmizləyən, bu tipli bir şeylər. Bunlar gözünə döndüyümlər, həmin bu adamdan bir macun alıblar. O da ki, bir macundur da, yəni bundan gündə bir qaşıq yeyirsən, baxırsan, görürsən, dalında yazılıb bal, zəncifir, nə bilim, belə hamısı cana xeyirli şeylər. Canın bərkiyir, özünü gümrah hiss edirsən. Amma bir məsələni deməyib bunlara. Yəni mən istisna etmirəm ki, ola bilər heç özü də bu barədə onun məlumatı yox idi. Həmən o macunların tərkibində sildanafil adında bir maddə var, farmasevtik maddə, kimyəvi maddə. O da ki, yəni loru dildə desək, siz hamınız bilirsiniz nədir? O Viagra dərmanının əsas hissəsidir, sildanafil. Yəni Viagra ticarət markası ilə satılan həmən dərmanın əsas tərkibi sildanafildir. Həmin bu sildanafil dərmanı 1998-ci ildə tam təsadüfi halda aşkarlanıb. Yəni ürək damar sisteminin müalicəsi üçün Pfizer sistemi, Pfizer kompaniyası müəyyən tədqiqatlar aparırdı və tədqiqatda aşkar olundu ki, bunların bu yeni dərmanı ürək damar sisteminə heç bir təsir göstərmir. Amma onun başqa bir təsiri aşkarlandı ki, ondan sonra, yəni kişilərdə hansındakı problemi var, siz indi başa düşdünüz mən nəyi nəzərdə tuturam, ona çox güclü və qəşəng təsir göstərdi. Və ondan sonra həmən o dərman buraxıldı satışa Viagra adı ilə. İndi siz təsəvvür edirsiniz də, yəni işdə vəziyyəti də. Neysə, onlar mən gördüm, bu barədə söhbət açdıq, mən orada sübut elədim onlara ki, sizə, yəni ki, elə bir məhsul satıblar, hansının ki, tərkibində həmən şey var, amma ki, istehsalatçı bunu göstərməyib. Bax, indi gəldik, çatdıq bunun ağlamalı tərəfinə. Bax, bu tipli, yəni ki, macunlar çox satılır ətrafda. Onu istifadə eləməkdən qabaq bilin ki, onun içində olan o zəncəfir, bal, o hamısı boş şeydir. Yəni, birbaşa o söhbətə təsir eləyən həmin sildanafil adında maddədir. Amma o sildanafilin, yəni ki, müəyyən belə deyək də, hər adama olmaz, başa düşdünüz, qadağaları var. Yəni, hər adam bunu qəbul eləyə bilməz, mütləq həkimlə konsultasiya eləmək lazımdır. Bir də mən sizə deyim, dükanlarda bu dəqiqə satırları Nitra adlı, bax, içki, balaca energetik, 7-8 manatı, bax, onun da tərkibində o var, amma çox güman ki, göstərilməyib. Çünki ondan da sonra, bax, o tipli, bax, belə effektlər olur. Hansı ki, sizin sağlamlığınıza götürüb belə ziyan vura bilər. Bu qədər qəlbdən qəlbə.